Heyvanların ağzından su axır, qızdırması olur. Ağzında və ayaqlarında yaralar əmələ gəlir. Astara rayonunun bir sıra kənd və qəsəbəsində fərdi, eləcə də fermer təsərrüfatlarında saxlanılan iri və xırda buynuzlu heyvanlarda dabaq xəstəliyi yayılıb. Malqara arasında kütləvi xəstəlik əsasən rayonun Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran kəndlərində və Ərcivan qəsəbəsində müşahidə olunur. Təsərrüfat sahibləri deyir ki, heyvanlarda xəstəlik təqribən 10 günlük müşahidə olunmağa başlayıb. Mənim 14 baş heyvanım var. Onlar hardasa bir 10 gün, belə 12 gün ərzində xəstələniblər. Ağır xəstəlik keçiriblər. İçində yüngül keçirəni də olub. Vaksin vurulmuşdu bunlara. Peyvənd deyirlər, vurulmuşdu. Gəldilər, vurdular, astara baytarları vurdular. Ağızlarına su tökülürdü. Malqara arasında yayılan xəstəlik sakinləri xeyli miqdarda maddi ziyan vurub. Onlar nə südü, nə də əti sata bilirlər. Tək bizdə deyil, bütün rayonda bu dəqiqə bu dabaqla bağlı bütün xəstəlikləri yayılıb. Düzdür, o həkimlər də gəlirlər, səyin göstərirlər, amma o qarşısını alma mümkün deyil. Yəni, öz həyatımda elə 4 baş inəyim var, onun 3-ü yoluqdur. Mal ölür, elə bir dilin qaynatmışsan. Yarab, usbur, göstərmişəm ona, ayaqlarını. Orası əziyyət çəkir, dərmanlarımız heç nə. Heç nə, dərman heç bir şeydir. Dərman vurursan elə bir ki, sudur, kömək də eləmir. Öz gücümüzə bu belə gətirib çıxartmış, indi bilmirik bundan sonra nə olacaq, nə başımıza gələcək. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, ölkədə heyvanların identifikasiyası və qeydiyyatı həyata keçirilir ki, bu sistem heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusi təhlükəli xəstəliklərə görə epizotoloji şəraitin öyrənilməsi məqsədi ilə iri və xırda buynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir. Heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları aparılır. Toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir. Qurumdan o da qeyd edilib ki, heyvan xəstəliklərinin qarşısının alınması üçün müvafiq dövlət orqanları məsələni daim diqqətdə saxlayır və mübarizə tədbirlərini davam etdirirlər. Elvin Əkbərov, Yusif Kərimli, Xəzər xəbər.